Salam, efirdə Canlı Planetdir. İdeya İctimai Birliyinin təqdim elədiyi bu verilişdə Azərbaycanın təbiət sərvətlərini, onların qorunması üçün görülən tədbirləri və hər birimizin bu prosesdəki rolunu tamaşaçılara çatdıracağıq. İndi isə biz çəkiliş komandamızla birgə Azərbaycan xəritəsinin ən ucqar nöqtələrindən birindəyik. Abşeron Milli Parkında, yəni Şahdili adlanan ərazidəyik. Bura Abşeron yarımadasının cənub-şərqində, Xəzər dənizinə doğru uzanan dar torpaq zolağıdır. Yerli sakinlər bura Qartalın dimdiyi də deyirlər. Çünki bura sahil olaraq xəritədə sanki başını irəli uzadan Qartalı xatırladır. Rəvayətə görə qədim zamanlarda şahlar və xanlar bura ova gələrlərmiş. Ona görə də bu ərazi Şahdili adını daşıyır. Lakin bugün bura ova yox, təbiətin mühafizəsinə gələnlərin ünvanıdır. Deyilənlərə görə buranın Şahdili adlandırılmasının digər səbəbi isə böyük dil mənasını daşıdığı üçündür. Əvvəllər bu ərazidə Abşeron yasaqlığı fəaliyyət göstərib. 1969-cu ildə yaradılan yasaqlığın məqsədi su quşlarının və Xəzər dənizi sahilindəki canlıların mühafizəsi, həmçinin də Xərə-Zirə adasından bura gətirilmiş ceyranların sayının artırılması olub. ...2005-ci ildə isə Abşeron yasaqlığının əsasında Abşeron Milli Parkı yaradılır. 783 hektar ərazinin 375 hektarı quru, 408 hektarı isə dəniz suları ilə əhatələnib. Abşeron təbiəti torpaqla suyun birliyidir. Burada quru iqlimlə dəniz havası, duzlu torpaqla yaşıl bitki örtüyü, səhravari mənzərə ilə canlı həyat eyni yerdədir. Bura həm elmi tədqiqat obyekti, həm də canlı muzeydir. Florasına nəzər salsaq, burada şoran torpaqlara uyğun dözümlü bitkilər geniş yayılıb. Onlar torpağın duz miqdarını tənzimləyir, eroziyanın qarşısını alır və ekosistemin sabitliyini qoruyurlar. Abşeron Milli Parkının ərazisi təbiət və landşaft baxımından çoxşaxəlidir. Burada 3 əsas təbii mühit bir araya gəlir. Dəniz sahili, su bataqlıq və yarımsəhra ekosistemi. Bu çox nadir haldır. Belə bir biomüxtəliflik eyni ərazidə həm su, həm torpaq, həm də qumlu iqlim şəraitini birləşdirir. Landşaftın əsas hissəsini duzlu torpaqlar, qamışlı bataqlıqlar, açıq qumlu sahələr və şoran bitkilərlə örtülü düzənliklər təşkil edir. Bu torpaqlarda duza dözümlülük və yarımsəhra iqliminə uyğunlaşmış bitkilər bitir. Gördüyünüz kimi ərazidə yovşan, ot sarmaşığı, yabanı kök, adi qamış, iticıq kimi bitkilər üstünlüyü təşkil edir. Bu bitkilər torpağı sabit saxlayır və burada yaşayan heyvanlar üçün qida və bir növ sığınacaq rolunu oynayır. Abşeron Milli Parkının faunası isə çox zəngindir. Bu ərazi Xəzər dənizinin sahilindədir, yarımsəhranın təmas nöqtəsində yerləşdiyi üçün su canlıları və quru heyvanları üçün əlverişli şərait yaradır. Burada adi qızılqaz, bizquyruq ördək, kiçik qarabattaq kimi su quşlarına tez-tez rast gəlmək mümkündür. Bu növlər əsasən duzlu göllər, dayaz sular və sahil bataqlıqlarında yaşayır. Onlar Abşeronu miqrasiya marşrutunda mühüm dayanacaq nöqtəsi kimi seçirlər. Quru hissələrdə isə boz canavar və çaqqal kimi yırtıcı məməlilər yaşayır. Bu heyvanlar ekosistemdə balans yaradır, qida zəncirinin sağlamlığını qoruyurlar. Onlardan əlavə Aralıq dənizi tısbağası, Xəzər tısbağası və su ilanı kimi sürünənlər bu ərazinin iqliminə mükəmməl uyğunlaşmışdır. Abşeron Milli Parkının ən maraqlı xüsusiyyətlərindən biri onun Xəzər dənizi ilə birbaşa bağlılığıdır. Bu, dünyada qapalı hövzə olan ən böyük su sistemidir və özünəməxsus bioloji müxtəlifliyə malikdir. Xəzərin bir çox canlı növü endemikdir, yəni bu dənizdə yaşayır, yalnız bu ərazidə yaşayır. Məsələn, Xəzər qızıl balığı, durna balığı, nərə balığı kimi növlər başqa heç bir yerdə yoxdur. Bu balıqlar dənizin ekoloji tarazlığını qoruyur, həm də yerli iqtisadiyyat və qida zənciri üçün böyük əhəmiyyət daşıyır. Abşeron həm də köçəri quşların mühüm dayanacağıdır. Gördüyünüz kimi payız və yaz aylarında burada quşlar dayanır, dincəlir və qidalanırlar.
Əziz təbiətsevərlər, Canlı Planetin bugünkü qonağı Etibar müəllimdir. Etibar müəllim Abşeron Milli Parkının rəhbəridir. Abşeron Milli Parkında müxtəlif bitki növləri, flora və fauna növləri qorunub saxlanılır. Onlar üzərində müxtəlif elmi tədqiqat işləri aparılır və müxtəlif məlumatlar hazırlanır. Elə biz həmin o bitki növlərindən birinin qarşısındayıq. Bu Bakı cuzğunudur. Mən istəyirəm ki, elə Etibar müəllim həm bizim təbiətsevər izləyicilərimizi salamlasın, həm də bir Bakı cuzğunu haqqında bizə bir məlumat versin. Çox sağ olun. Dediyiniz kimi təsadüfi deyil biz bu bitkinin yanında dayanmağımız. Çünki bu ərazidə olan ən nadir növlərdən biridir. Bakı cuzğunu adı, latınca tələffüzü Calligonum bakuense belə adlanır və yarımadada risk altındadır, belə deyək ki, azalma təhlükəsi var. Xırda çiçəkləri və gözəl ətri olan çiçəkləri var. Nə vaxt çiçəkləyir Etibar müəllim? İyun ayında təxminən bunun çiçəklərini görmək olur. Gördüyünüz kimi yarpaq deyil, belə zoğlardan ibarətdir. Zoğlar formasında. Bəli, çoxalması olduqca çətin bir prosesdir. Onun üçün indi alimlər, tədqiqatçılar üzərində işləyir. Bizim ərazidə də təbii yolla çoxaldılması üzərində iş aparılır. İnşallah ki, bu yəqin ki, çoxaldılmasına da bu ərazidə nail olacaq. Amma bir kol burada var. Bu ərazidə gördüyümüz... Ümumi Milli Park ərazisində cəmi bir Bakı cuzğunu kolu. Bəli, bir kol var. Nəsli tükənsə, hesab eləyin ki, heç yerdə buna rast gəlinməyəcək. Ancaq videoları, şəkilləri belə qala bilər. Elə biz bilirik ki, flamingoların köç marşrutunun dayanacaqlarından biri də məhz buradır. İstərdim ki, siz bizə bu barədə məlumat verəsiniz. Təbiətsevər izləyicilərimiz də sizin söhbətinizdən yeni bilgilər əldə etsinlər. Çox maraqlı, yəni diqqəti cəlb edən quş növlərindən biridir. Adi qızılqazdır, belə elmi deyək adı, amma flamingo kimi də səslənir, hamı flamingo kimi tanıyır. Parkın ərazisində hər il demək olar ki, hər il görmək mümkündür. Təxminən oktyabrın sonları, noyabrın əvvəlindən başlayır köç dövrü. Düz fevralın sonu, martın əvvəlinə qədər. Amma yeganə flamingolardır ki, bəlkə digər quşlar da var, amma flamingoları daha çox müşahidə etdiyimizdən onlar olur bəzən martın sonuna qədər, hətta aprelin əvvəlinə qədər də dayanırlar. Hətta bu yaxınlarda Şirvan Milli Parkında böyük bir dəstənin Etibar müəllim, mən elə sualım ondan ibarət idi ki, flamingolar hər mühitdə bala vermirlər, yəni yumurtalarını qoymurlar. Bu barədə də istərdik ki, kiçik məlumat. Flamingoları düz dediniz, Azərbaycanın bir çox ərazilərində dayanırlar. Əsasən yem bazaları olan nöqtələrdə, o qış dövründə o yemlənmək üçün elə yerlər seçirlər ki, yem bazaları olsun. Daha çox müşahidə eləmək olur Azərbaycanın milli parklarından, həm Abşeron Milli Parkı, Qızılağac Milli Parkı ərazisində, Şirvan Milli Parkının ərazisində, bir də Ağgöl Milli Parkının ərazisində bu xüsusi mühafizə olunan təbiət ərazilərini sadaladım. Bizim üçün də bu park üçün də flamingoların gəlişi həqiqətən çox sevinclidir. Belə bir deyim də var, flamingolar xoşbəxtlik gətirir. Yəni parkın ərazisində əvvəllər dəniz suyunun bu 2010-cu ilə qədər, ondan da əvvəl suyu çoxalan vaxtlarda müşahidə olunmuyor. Ola bilər ki, kənarda, hansısa adalarda, amma burada. Bu da doğrudan böyük xoşbəxtlikdir ki, son illərdə daim gəlirlər və gələn ziyarətçilər də, təbiətsevərlər də sevə-sevə müşahidə aparırlar, müşahidə eləyirlər. Bəs elmi tədqiqatlar aparılırmı flamingoların köçü ilə bağlı, onların sayımı ilə bağlı? Ümumiyyətlə, bəli, var. Belə deyək, qış köçü dövründə quşların Azərbaycan ərazisinə gəlişi əsasən başlayır Siyəzən rayonu ərazisində Beşbarmaq dağının ərazisindəki dəhlizdən və mütəxəssislər orada hər il daxil olan, Azərbaycan ərazisinə daxil olan quşların sayımını aparırlar. Sanki ora bir qapı rolunu Qapıdır, bəli, dəhliz və qapıdır. Orada sayımlar aparılır. O cümlədən flamingondur. Təxmini Azərbaycana gələn sayı orada
müşahidə eləyirlər, sayım aparır. Bunu təxminən az və çox dərəcədə eyni olur. Yəni çox belə fərqli rəqəmlər olmur. O cümlədən də parkın ərazisində 200, 300, bəzən 700 saymışıq, 1000 olan vaxtı da olub. Flamingolar. Bəli, o yerlərinin harda yemləri varsa orada dayana bilirlər. Ekoturizm iştirakçıları necə? Etibar müəllim, bura tez-tez ziyarət eləyirlərmi bu fəsillərdə? Bəli, hər fəslin belə deyək öz gözəlliyi var. Daha çox yaxşılıq yaz başlanğıcda olur, yaz dövründə və indiki vaxtda da payızdır, payızın da özünə məxsus Amma yaz gözəllikləri olmamasına var. baxmayaraq Payız hələ də bəli, rəngli çiçəklər burada. söz Öz yerinə gözəlliyi ilə düşdü, Milli Parka görürsünüz. gözəllik bəxş edir. Hər fəsildə bir deyirəm gözəllik var. Bu belədir, adı süpürgəvari dəvə ayağı payızda çiçəkləyir. Çiçəklərini də görürsünüz çox Bəli, çox gözəl, belə çox cəlbedici, bəli, cəlbedici. çiçəkdir və növlər bir neçə növ də var ki, payız fəslində də çiçəkləyirlər. Yeri gəlmişkən indi gözümüzə dəydi, baxırsınız yolğun koludur, üstündə çiçəyi var. Şəhra çiçəkləri. Bunun bəli, onun da yasəmən rəngi çiçəklərlə eyni rəngləri var. Bunun amma fikir verirsinizsə hər bir kolun üzərində yoxdur, ancaq o kolda var. O da ola bilsin ki, daha çox Günəşin istiyə, düşməyi günəşin ola bilər. bəli o təsirinə görə bu kolda var. Bu hissə başdan elə ucdan Axıra tutma, bəli, yolun kollarıdır. Bu da buranın belə deyək də meşəlik sahələridir. Sizə təşəkkür edirik. Bugün bizi Abşeron Milli Parkı ilə daha yaxından tanış etdiniz. Onun florası və faunası haqqında ətraflı məlumat verdiniz. Çox sağ olun. Biz təşəkkür edirik. Sağ olun. Həmçinin də mən istəyirəm ki, izləyicilərimizə də təşəkkür edək. Onlar bizi izlədilər, yeni məlumatlar aldılar. Amma biz izləyicilərimizə tövsiyə edirik ki, təkcə ekran arxasından yox, həm də özünüz bir ekoturizm iştirakçısı olaraq da Abşeron Milli Parkına səfər edin və buranın yerli flora və faunası ilə tanış olun. Endemik növlər haqqında məlumatlanın və həmçinin də təbiətdən zövq alın. Bizi izləmədə qalın, izlədiyiniz üçün təşəkkür edirik.